Əlini çək, sonra edirəm palojlandır. Səni də fıskır döyəcək. Gözləyirəm, tez ol. Hə, həyatım, yeməyimi yemişəm ha. Yemişəm ha. Mən də səni sevirəm, mən də sevirəm. Miyav. Miyav. Oldu, oldu. Hə, səni öldürərəm, hə, bu sən. Çox gözlətmədim səni. Yo, deyəsən maşını saxlamağa yer tapmırdın deyə nə gec gəldin, hə? Yox, maşınla deyiləm ki, maşınsam. Deyəsən bu da kasıbdır. Nə? Heç nə, gəl. Neçə yaşın var sən? Ha, otur. Elmir, mənə gətirə McDonald's gətirdin. Hə, nə olub ki? Başqa normal restoran yox idi ki. Nə bilim, valla, xoşuma gəlməsə gələn dəfə başqa yerə gedərik də. Neysə. Nəysə, nə sifariş verim? Ayda, Elmir, burada xoşuma gələn paltar var, deyə onu alaq da mənə. Alarıq, problem deyil. Qoy bir dənə maaşımı alım, alarıq. Ayda, gəl indi bu maaşını gözlə də. Narahat olma da, alarıq da. Ayın axırı maaş alıram, alarıq onda. Neysə, lazım deyil. Nə yaman kafesin adamsan ya? Ay, etdi. Ayda, Elmir, normal taksi tapa bilmirdin. Gəlir də, müştəri yığırıq. 2 nəfər qalıb, 2 nəfər də götürsün gedirik. Neysə, özün nə işləyirsən? Özüm afişantam da, afişant işləyirəm. Mən bəxtimə çıxana bax da. Ay qızı, bayaqdan sakit durmuşam. Lap ağını çıxartdın ha sən. Başa düşmədim, bu nə danışıqdır? Bax, maşınsız gəldim, bəyənmədin, sifət elədin. İndiyən kimi maşının olub sənin. Yox. Amma mənim maşınım var, prosta ustadadır deyə özüm piyada gəldim bura. Apardım səni KFC-yə, bəyənmədin, bahalı restoran istədin. İndiyən kimi bahalı restorana gedmirsən sən? Gərək aparan olsun ki, gedim də. Ay sağ ol, amma mən öz şotumu yeyib bitirəm. Harada bahalı mağaza görürsən, sıraz paltar aldırmaq istəyirsən. Özün hardan alırsan paltarları? Sədərəkdən. Yəqin onu da kiminsə şotunu alırsan da. Nə dəxli var e? Bax, deyirəm ki, afisant işləyirəm, işimi bəyənmirsən, dodağımın altında deyinirsən. Sən nə işləyirsən? Mən niyə işləməliyəm ki? İşləmirəm mən. Ay sağ ol, düz deyirsən. Sən kimilər bütün günü onun bunun artıqını yeyə böyüyür. Qurban ola sənə kasıblara. Düş bas bayra. Xəstə deyə bu. Alo. Alo, gəlirsən? Hə, 169-dan gəlirəm. Ayda, dəlisən sən? Niyə elə sürətli sürürsən? Ehtiyatlı ol, yavaş sür maşını. Düşər aklıma bomboş gidişlerin bilemem. Özün işləyib eləyirsən hardasa? Hə, əlbəttə ki, işləyirəm, elə şey olar. Yəqin 400-500 manat maaşı işləyərsən sən. Yox, 500 manat almıram, mənim şəxsi biznesim var. Ayda, nə qəşəng. Qəşəng günün olsun. Mənə bax, maşın zadın var heç olmasa. Hə, var, maşınım da var. Bir dənə demədən Nivan 07 sürürəm. Yo, Niva deyil, Mercedes-dir məndə, Mercedes. Ayda, ən sevdiyim. Nə gözəl. Ay Elmir, bəs özün harda qalırsan? Özüm Ağşəhərdə qalıram da. Ağşəhərdə qalırsansa 100% kiraya qalırsan, hə? Yo, kirayə olmanı kirayə deyil, öz şəxsi evimdir, 5 otaqlı. Doğrudan? Hə, əlbəttə ki. Doğrudan olmanı doğrudan el. Bir şey mənə maraqlıdır. Bayaqdan bu qədər sual versən, özün belə bahalı həyat yaşayana oxşursan. Nə işlə məşğulsan? Kimsən ümumiyyətlə sən? Ədə mən yenisin, gözəl göyçək qızım, gözəlliyin bəs eləyirdi elə. İş arasıdır ki, gözəllik hər şeyə bəs deyildir. Yəni insanın əsas daxilidir. Yəni gözəllik sadəcə olaraq görkəmdir. Sən kimsən ümumiyyətlə? Necə dolanırsan? Nə Dolanırsan deyəndə ki, mənim bir dənə səndən əvvəl sevgilim var, da o baxırdı da. Mən indi ayrılmışıq ona görə səninlə nə edirik? Hə, deməli sən özünə sevgili yox, lox axtarsan, hə? Elə niyə deyirsən ki, başa düşmədim? Bax, sənin kimi qızlar atasının 50 ildə eləyə bilməyəcəyi şeyi bir gün tanış olduğu oğlandan gözləyir. Sən Allah bəs deyə. Düz deyirsən, bəsdir. Səninlə bu qədər oturdun, bəsdir. Hə, yaxşı. Sənə artıq olar. Yaxşı. Bu boyda supermarketdə baş verən bir abırçılığa bax da. Girmişəm bura özümə su almağa. Bir dənə qız yaxınlaşıb, işçidir. Özü buranın işçisidir də, yəni burada işləyir, kassirdir. Yaxınlaşıb ki, şeydir, bəs gəl səndən tanış olaq ora-bura. Deyirəm, tanış olmam da. Deyir, bəs nömrə ver, səninlə banan verim, nə edeyim, nə qarım. Nəysə də, o şimdi sizə göstərində təxmini harada oturub qız. Elə bir ki, bax, buradan sola dönürsən, orada ikinci kassada oturub. Dəhşət deyil cəmaat.
Alo, ata bir dənə mənim kartıma 100 manat ata bilərsən? Atanızdan məktub var. Pul geldi. Salam bala, mənəm ey Güldəstə nənə. Atan sağ 100 manat pul göndərib. O pul gəlib satıb sağ. Kimdir? Alo. Salam İlmir bəy, sizi bankdan narahat edirəm. Atanız sizə 100 manat məbləğində pul göndərib. Öyrənmək istəyirdik o pul sizə çatıb yoxsa yox? Da bu qədər də yox da dayda. Buldum ya, soyuqdan gedək. Hə, gedə bir dənə bu patpesi sil də qardaşım. Hə. Ay sala. Bəsdir, bəsdir. Al, gedək. Qardaşım, mənim sənə qədər borcum var idi. Sən mənə 20 manat da kesin dəfə 20 götürdün. manat, buyur. Hə, çox sağ ol, minnətdaram. Təşəkkür edirəm. Hə. A, gör nə deyirəm? Hə. Yemək ye bəlkə, soyuq da var. Sən acından da ölürəm. Gəl gedək, gəl aparım səni. Gəl. Gedək. Gedək. Gör nə deyirəm? Sən bəyə xardan götürmüşdüm mən. Şeydən də məhəllədə zibilin yanından. Nə olub ki? Qardaşım, gözündə nəsə var, sil. Nədir? Getdi. Hə. Bu gün mənə yolda bir nəfər yaxınlaşdı. O mənim şüşəmi silib məndən 1 manat pul istədi və mən ona bunun qarşılığında 20 manat pul verdim. O mənə qarnının çox ac olduğunu və havanın çox soyuq olduğunu dedim. Mən ona yemək yeməyə təklif etdim. O sevinə-sevinə gəldi, əyləşdi maşına. Mən ondan harda yaşadığını soruşdum. Məhəllədə zibilin yanından. Və bunu orada ağlamaq tutdu. Əziz dostlar, bacardığınız qədər hamıya yardım edin.